Xəyallara köçüb indi nənələr. Səsləndirir müəllif Rauf İlyasoğlu. Həsrət qaldıq, hanı o şirin dillər, əzizlərdir nəvələri nənələr. Nə tez ötdü o qayğısız xoş illər, nəvələri çox istərdi nənələr. Gecələri qısılardıq yanına, hər kəlməsi yaylardı canıma. Qadan gəlsin bu nənənin canına, əzizlərdir nəvələri, nənələr. Bol nemətdə dad, bərəkət var idi, çox mehriban dolanardıq əvvəllər. Hər bir işdə bir hərəkət var idi, sevinərdi, həm gülərdi nənələr. Oxşayardı nəvələrin boyunu, gecələri necə oyaq qalardı. Qurban deyər o qara qoç qoyunu, acıl qilin tez-tez yada salardı. Yağış yağar, hərdən də yel ötərdi. Yatanda biz üstümüzü açardıq, yorğanı tez belimizə örtərdi. Səhər durub bağ-bağçaya qaçardıq. Təsbih ilə nənəm dua edərdi, yıxılanda üzərlik yandırardı. Göz dəyməsin nəvələrə deyərdi, anam qədər bizə can yandırardı. Oxşayardı nəvələrin boyunu, soyuq deyər, qalın geyin deyərdi. Nəvələrə kim acı söz desəydi, acıqlanıb o kəsləri söyərdi. 60 yaşa çatıb indi nəvələr, nəvəm məni görsə deyir, ay dədə, niyə gəlmir bizə bir də nənələr? Nə demişəm, bəlkə küsüb oy dədə, nəvəm qanmır, nənəm köçüb dünyadan. Axı bizə nağıl kim söyləyəcək, qonşu uşaq topu verməsə mənə, nənəm onu kötəkləyib döyəcək. Nənələrin qədrin bilin ay bala, böyüyərsən sən də nənə olarsan. Nənəm gələ mənə şirri quş ala, köks ötürüb yəqin bir vaxt olarsan. Allah bizi göndəribdir əmanət, nəvələrə qurban olsun dəvələr. Şərəflə sən yaşa, etmə xəyanət. Xəyallara köçüb indi nənələr, xəyallara köçüb indi nənələr.